Salam aleykum. Sizə bir dənə yaxşı ev çıxarmışam satışa. 3 mərtəbə villa. Malalit beton, malalit beton. Qupçalı. Harda? Masazırda. Masazırda harda? Cantəpədə. Cantəpədə. Bu başdan sizə deyirəm, Cantəpədə. Masazır dairəsindən bura 1-200-dür. 1 kilometr 200. 1-200-dür Masazır dairəsinə. Qapını açırsan, minirsən marşruta. 142, 569 hamısı yanına keçir. Düz asfalt yolunun üstündədir. Düz yolun üstündə. 3 mərtəbə villa. Gəllə məndən. Bir dənə də bunu sizə deyim. Bunun yanında da bir dənə evim var. Bunun arxasındadır. 92.000 manatdır. 92.000 2 mərtəbəlidir. 3 otaq yuxarıdadır, 1 otaq, 1 mətbəxdə aşağıdadır. Qupçalıdır o da. 92.000 manat. Qazı var, suyu var, işığı var. Hamısı var. Geniş həyətimiz. 9 daşın üstündən sonra 1-ci mərtəbə, sonra 2-ci mərtəbə, sonra 3-cü mərtəbə. Yəni evin içi ilə də tanış olaq. Padvalını da göstər qardeşim. Bax girdik, belə bir dənə qəşəng koridor qarşılayır bizi. İsti poldur. Bax burada hamam sanuzeldir. 2 dənə hamam sanuzel var. Bir də 2-ci mərtəbədə. Burada belə bir geniş kuxnamız var. Burada geniş belə bir yataq otaq zalımız var. Görürsünüz 3 dənə pəncərə qoyub. Qalxaq sizə yuxarı göstərək. Bax bunlar hamısı malalit betondur. Bax pilləkən malalit betondur. Burada da 4 dənə otaqdır. 1. Hamam sanuzel. 2. Detiski. Görürsən futbol topu zad boylarda detiski. Buradan balkona çıxışdır. Burada bir dənə geniş yataq otağıdır. Qazı, suyu, işığı hamısı var. Burada da bir dənə geniş belə bir yenə yataq otağımızdır. Görürsünüz. Qupçalıdır. Fərdi yaşayış yeridir. Ev istəyir ki, alana evini texniki pasportunu verəcəm. Qalxırıq sizi üçün hara? 3-cü mərtəbəyə. Baxın, boya boy zal. İstəsəz otaqlar da eləyə bilərsiniz. Bax, buradan bölün belə. Bir yataq otağı burada eləyin. Bunu da buradan bölün. Bir yataq otağı da burada eləyin. Ümumilikdə arası 6-7 otaq olur. Yəni qiymətinə görə əla bir qiymət. Qiymət 140.000 manat verdin. Bu evi verdim sənə. Oldu nə? Gəllə mənə. Sağ olun.